Mehdiyev işi, Sədərək Ticarət Mərkəzi sökülürmü? Maraqlı bir açıqlama var bu məlumatla bağlı. Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin maliyyə, aqrar, tikinti sahəsindəki uçsuz-bucaqsız sərvət içərisində Sədərək və Binə Ticarət Mərkəzinin də adı keçir. İddia edilir ki, Ramiz Mehdiyevin Sədərək və Binə Ticarət Mərkəzində obyektləri var. Buna görə də sabiq parlament administrasiyasının rəhbərinə aid obyektlər təcili şəkildə satışa çıxarılır. Nəzərə alsaq ki, Binə və Sədərək yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın regionun ən böyük ticarət mərkəzləridir və bura hər gün qonşu ölkələrdən minlərlə tədarükçülər gəlir. Bu məsələ narahatlığı olduqca artırır. Bu qədər sahibkarın ticarət fəaliyyəti göstərdiyi mərkəzlərin aqibəti bəs necə olacaq? Söküləcəkmi, fəaliyyəti dayandırılacaqmı, nələr baş verəcək? Çünki Mehdiyevin özünün yaxın qohumlarının adlarına olan torpaqları və obyektləri təcili və ucuz qiymətə satışa çıxarılır. Xatırladaq ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəlidir. Onun oğlu Mehman Qədimbəli prezident administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun köməkçisi olub. Mərkəzin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, Ramiz Mehdiyevin Sədərək Ticarət Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Dünyanın hər yerində Mehdiyevin əmlakı var, siyahısını veriblər. Milyardlarla dəyərdə olan obyektləri mövcuddur. Onun nəyinə lazımdır gəlib Sədərəkdə 3-4 dükan alsın? O boyda sərvətinin arasında bizimlə əlaqəsi olmaya Sədərəyin adı çıxır. Mən bu ticarət mərkəzinin rəsmisi olaraq deyirəm ki, başımla cavabdehəm, onun burada heç çöpü də yoxdur. Sədərək Ticarət Mərkəzində bəzi korpusların köçürülməsi, bəzilərinin sökülməsi iddiasını da Qədim təqzib eləyib. Hamısı yalan məlumatdır. Gəlin, baxın, burada sökülən hissə varmı? Bu məlumatları kim uydurur? Və əksinə, yeni tikilən mağazalar var. Əvvəlkilərdən təmir üçün müvəqqəti fəaliyyətini dayandıranlar ola bilər. Kəbirə Məmmədovaya aid Binə Ticarət Mərkəzi mətbuata qapalı olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmayıb deyə məlumatlarda vurğulanır.